Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun, Çarə efirdədir. Fitanat limonadlarının baş sponsorluğu ilə elə verilişimizə başlayırıq və qonaqlarımı sizə təqdim edirəm. Bugün demək olar ki, uzun müddət bizim verilişimizdə olmayan, gəlib bu günlər artıq çıxır verilişimizə, Rüxsarə Quliyeva, həkim Rüxsarə Quliyeva. Ondan sonra Bənövşə Yaşıl Aptekinin nümayəndəsi, əczaçı provizor Aqil Nəzərov və Herbaflora şirkətinin nümayəndəsi həkim Elnur Rəhimov. Hər üçünüz xoş gəlmişsiniz. Hər üçünüz də bu yeni ildə belə deyək, görüşürük birinci dəfədir. Yeni ildə təbrik edirəm, sizə bu yeni ildə can sağlığı söyləyirəm və tamaşaçılarımızı xatırladıram ki, telefonumuz 510-0204 6974 SMS ünvanımızda açıqdır. Buyurun, zəng vurun və hətta 492-16-20 nömrəsində də zəng vura bilərsiniz. 510-0204 492-16-20. O ki, qaldı mənim əlimdə olan Herbaflora jurnalına. Bu artıq yanvar buraxılışıdır. Yanvar buraxılışı köşklərdə, poçtamplarda var. Əgər əldə eləmək çətinlik çəkirsinizsə 012-437-28-10 nömrəsində zəng vura bilərsiniz. Qaldı Herbaflora şirkətinin məhsullarına. Herbaflora şirkətinin məhsulları içərisində SMS-lərin içində suala cavab olaraq bir daha bildirirəm. Südü az olan analar üçün Tialakton yeni preparat deyil, yəni bitkilərdən yığılmış çaydır. Sadəcə olaraq gündə bundan 3 dəfə, 4 dəfə dəmləsəniz, o zaman Tialakton çayı sizə daha fayda verəcəkdir. Ona görə də mən məsləhət görürəm ki, deməli, bu Tialakton çayından siz istifadə edəsiniz. Bundan başqa bizim Fitaton 1, Fitaton 2, Fitaton 3 və Fitaton 3 qara xınası yenidir və bu xınanı da nəzərinizə çatdırıram ki, bu xına da artıq Fitaklubda var, amma bu yaxınlarda bu xınanın da deməli, apteklərə çıxışı gözlənilir. Hələlik ki, çox az miqdarda olduğu üçün yalnız Fitaklublardadır. Fitaklubunsa nömrələrini indi xatırladacağım. Ondan qabaq Stomanginol preparatı haqqında demək istəyirəm ki, Stomanginol preparatı ağız boşluğunda olan bütün xəstəliklərdə gözəl müalicə vasitəsidir. Stomanginol preparatından istifadə eləsəz, biləcəksiniz ki, anginalarda, faringitlərdə, tanzilitlərdə, stomatitlərdə və digər xəstəliklərdə gözəl müalicə vasitəsidir. Və bütün bu vasitələrdən istifadə eləmək istəyirsinizsə, bütün apteklərə, Azərbaycanda olan bütün apteklərə müraciət edə bilərsiniz. Həmçinin də demək, Herbaflora şirkətinin Fitaklublarına müraciət edə bilərsiniz. Fitaklubların nömrəsini xatırladıram. 012-561-85-01, 012-561-85-01, 012-492 2346 012-492 2953 Bənövşə Yaşıl Aptekinin nömrəsidir. Bütün bu nömrələrə zəng vursaz, Herbaflora şirkətinin məhsullar haqqında məlumat ala bilərsiniz. Həmçinin də gedib Oasis restoranı yaxınlığında və digər Bənövşə Yaşıl Aptekin nəzdində olan Fitaklubda dincələ bilərsiniz. Qaldı ki, Herbaflora şirkətinin məhsullarının topdan satış qiymətinə demək, Fitaklublardan ala bilərsiniz. Bundan başqa 30 adda məcunlar, salatlar və halvalar şəklində müalicə vasitələri istehsal olunur ki, bunlardan da gedib Fitaklublarda ailəvi olaraq istirahət eləyərək həm də müalicə oluna bilərsiniz. Bax, elə mən bunu sizin çatdırdım nəzərinizə ki, bir daha telefonları qatışıq salmayasınız. Bizim 569-74 SMS ünvanımız da açıqdır. Mən isə istəyirəm ki, söhbətimizin bu yerində Rüxsarə xanıma söz verim ki, Rüxsarə xanım, deməli, dünən söhbətimiz biraz qəbzli ilə bağlı idi. Yəni, mədə-bağırsaq problemləri həmişə var, bilirsiniz, insanlar nə qədər var. Amma bugün yaman aktuallaşıb və demək olar ki, həddini aşıb demək sözü olar. Yəni, burada SMS-lərin əksəriyyəti qəbzlik və ya diareyadır. Tək-tək hal-hazırda bir neçə fərqli, məsələn, böyrək daşı ilə bağlı və yaxud da əldə göbələklər bağlı, məsələn, qızıl yerlə bağlı və s. bir neçə demək, SMS-lər var, amma əksəriyyəti qəbzlik ilə bağlıdır. Amma biz reklamlara ayrılırıq. Qısa reklamdan sonra isə bu söhbəti davam elətdirəcəyik, bizdən ayrılmayın.